Bakıya gəldiyim gün həyatda bu yeni akışına irəlilədiyim birinci addım oldu. Oturdum, fikirləşdim ki, mən təhsilimi davam elətdirməliyəm. 2019-cu ildə ali məktəbə daxil oldum Kooperasiya Universitetinə, Turizm və Otelçilik fakültəsinə. Bu il də qurtararam, bu il sonuncu ilim idi. Gəldim Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinə, pianoya gəldim öyrənmək üçün. Bacardığım qədər öyrəndim, sonra onunla paralel olaraq qoşuldum xalça rəssamlığına, xalça eskizinə. Bu çox xoşuma gəldi. Əslində mən çıxmaq istirdim, yox, mən bacara bilmərəm. Amma sağ olsun, həqiqətən deyirəm. Yəni buranın kollektivi bir başqadır. Vitraj da çox xoşuma gələn bir sahə idi. Həmişə elə bilirdim, yoxdur, mən onu öyrənə bilməyəcəm, amma çox gözəl davam edir, şükür Allaha. Azərbaycan çempionatına qatıldım, qılınc oynatma ilə bağlı. Orada da Azərbaycan üçüncülüyünü götürdüm. Ən böyük arzum nədir? O uğurumu, gələcəyini qurmaqdır. İstəyirəm heç vaxt hiss eləməsin ki, valideynləri əlildir ki, onu hiss elətdirməmək üçün əlimizdən gələni eləyirik. Bütün uğurlarım ona bağlı olsun. O uğur da mənə daimi uğur gəlsin.